Ukrayna Müdafiə Qüvvələri Pokrovsk və Mirnoqrada əlavə logistika marşrutları təşkil edir ki, döyüş bölmələrinə zəruri təminat fasiləsiz şəkildə çatdırılsın. Bu barədə Şərq hərbi qrupu məlumat verib. Bildirilir ki, Pokrovskda Ukrayna müdafiəçiləri axtarış və hücum əməliyyatlarını davam etdirir və şəhər ərazilərində Rus hərbçilərini məhv edirlər. Düşmən canlı qüvvə və texnika baxımından ciddi itkilər verir. Bu halda Mirnoqradın cənub hissəsində kontingentin azaldılması üzrə əvvəlki uğurlar əsasında Ukrayna qüvvələri ikinci fazaya şəxsi heyəti qorumaqla geniş cəbhə xəttinə nəzarəti saxlamağa yönəlmiş planlı geri çəkilmə əməliyyatına başlayıblar. FNERS-un məlumatına görə Rus qüvvələri Ukraynanın geri çəkilməsini fürsət hesab edərək irəli atılıblar. Lakin həmin irəliləyiş dəniz piyadaları, dronlar və aviasiyanın koordinasiyalı puskusuna tuş gələrək onlar üçün ağır itkilərlə nəticələnən tələyə çevrilib. Ukraynanın Mirnoqradın cənub sektorundan qüvvələri geri çəkmək qərarı Rus qoşunlarının eyni vaxtda həm şərqdən, həm də qərbdən hücum edərək əhatə yaratmaq təhlükəsini nəzərə alaraq verilib. Əməliyyatın ən təhlükəli hissəsi cinahları mümkün qədər uzun müddət saxlamaq və əsas Ukrayna qruplaşmasının döyüşdən çıxaraq şəhərin şimal hissəsinə keçməsinə şərait yaratmaq 35-ci Dəniz Piyada Briqadasına tapşırılıb. Şərq tərəfində Novoekonomiçlə hərəkət edən Rus diversiya qrupları irəliləməyə davam edirdilər və yanlış olaraq hesab edirdilər ki, ya Ukraynalılar tam geri çəkiliblər, ya da Ruslar realdan daha çox ərazini nəzarətdə saxlayırlar. FNERS yazır ki, Rus hərbçiləri ehtiyatsız şəkildə irəliləyərək birbaşa dəniz piyadalarının qurduğu puskulara düşüblər. Pulemyot atəşi onları sıradan çıxarıb. Ukraynalı dron operatorları isə onların hərəkətlərini izləyib. Hətta ilk Rus əskəri öldürüldükdən sonra onun arxasındakı növbəti əskər nə baş verdiyindən xəbərsiz idi. Bu, Mirnoqrada gedən əsas marşrutlardan birində Rusların dron müşahidəsinin zəifliyini göstərirdi. Qərb tərəfində isə Rusların cəhdləri Rivne rayonunun aşağısındakı dəmir yolu xətti boyunca cəmlənmişdi. Daha sıx meşə zolaqları kiçik piyada qruplarına qərbdən Mirnoqrada sızmağa imkan verirdi. Onlar şəhərə gözlənilməz istiqamətdən daxil olub Ukraynalıların geri çəkilməsini kəsməyi, Rusların iki cinahdan qısqac bağlamaq planını reallaşdırmağı hədəfləyirdilər. 35-ci Dəniz Piyada Briqadası buna geniş dron istifadəsi ilə cavab verib. İnfiltrasiya edən qrupları vurmaq üçün kamikadze dronlar meşə zolaqları arasında hərəkət edən bölmələrə bombalar atmaq üçün optokopterlər və gizlənmiş əskərləri aşkar etmək üçün termal dronlar tətbiq edilir. Binalarda və yakalılar arasında gizlənməyə çalışan Rus əskərləri yuxarıdan asanlıqla izlənib və geri çəkilməni pozmağa imkan tapmadan məhv edilib. FNERS yazır. Mirnoqradın cənubundan geri çəkilməni kəsməyə yönəlmiş Rus infiltrasiya cəhdləri fonunda Ukraynanın aviasiyası həlledici rol oynayıb. Rusların dronlarla Ukraynalı əskərləri hədəfə almasının qarşısını almaq üçün Ukraynanın 16-ları Rusların əsas dayaq nöqtəsi və dron operatorları mərkəzi olan Kapitolla mədənini hədəf alıblar. Bir neçə bu 39 bombasının buraxılması nəticəsində Rusların canlı qüvvəsi, texnikası və dron imkanları üzrə ciddi itkilər baş verib.
Ukrayna xüsusi əməliyyat qüvvələri Rusları yenidən qruplaşma planları ilə birlikdə bir yaşayış binasından çıxarıb. Əməliyyat qüvvələri Pokrovskda işğalçılara dəyiz zərbə endirərək onların toplanma nöqtəsini məhv edib və yenidən qruplaşma və irəliləyiş hazırlıqlarını pozub. Bunu Euromaidan Press yazır. Rusiya Pokrovsk şəhərini ələ keçirmək üçün kütləvi hücumlarını davam etdirir. Bu istiqamətdə hazırda 100 mindən çox Rus əskəri cəmlənib. Hücum artıq bir ildən çoxdur davam edir. Bunu Ukrayna Baş Qərargah rəisi Andrey Natovliga netə bildirib. Şəhərin əhəmiyyətli hissələri işğal edilib. Hazırda Ukrayna qüvvələri urban ərazidə axtarış hücum əməliyyatları aparır. Düşmən qruplarını zərərsizləşdirir və Rus qoşunlarının möhkəmlənməsinin qarşısını alır. Eyni zamanda Şərq komandanlığının yazdığına görə Ukrayna qoşunlarına fasiləsiz dəstək təmin etmək üçün Pokrovsk və onun əkiz şəhəri Mirnohrad istiqamətində əlavə logistika yolları hazırlanır. Xüsusi təyinatlılar Donetsk vilayətində hədəflərə daha bir sarsıdıcı zərbə indiriblər. Pokrovskda dövrə vuran sursatlar Rus bölmələrinin növbəti irəliləyişdən əvvəl müvəqqəti baza qurduğu yaşayış binasına düşüb. Binanın özü ölüm tələsinə çevrilib və zərbə içəridəki Rus hərbçilərini məhv edib. Digər dəqiq zərbə Pokrovsk rayonundakı Kamyanka qəsəbəsinə endirilib və briqada səviyyəli sursat anbarı məhv edilib. Xüsusi təyinatlıların məlumatına görə partlayış Rusiyanın 137-ci ayrı-mata atıcı briqadasına məxsus sursat ehtiyatlarını sıradan çıxarıb. Düşmənin hərəkət tərzi yaxın vaxtlarda Mirnohrad-Pokrovsk quru bağlantısını kəsməyə çalışdıqlarını göstərir. Ruslar şəhəri Rivne və Svidle istiqamətində irəliləyərək mühasirəyə almağı hədəfləyir. Həmçinin Ruslar Mirnohradsın şimal hissəsinə kiçik piyada qrupları ilə hücum etməyə cəhd göstərirlər. Düşmən Suvkada 24 saat aktiv hərəkətdədir və dronlardan istifadə edərək öz manevrlərini tənzimləyir. Şəhərin cənub kənarlarının müdafiəsi üçün qruplaşmamızı gücləndiririk. Bu istiqamətdə düşmən irəliləyiş üçün canlı qüvvə toplamağa çalışır, deyə Ukraynanın hava hücum qoşunlarının 7-ci korpusundan bildirilib. Bundan əlavə Mirnohradsın şimal-şərqində Hetman Petro Sahaydaçını adına 38-ci ayrı dəniz briqadası şəhərə hücum etməyə çalışan 4 Rus işğalçısını əsir götürüb. Əsir düşənlərin üçü hərbi müqavilə imzaladıqdan sonra azadlığa buraxılmış keçmiş məhkumlardır. Əsir düşənlərin üçü hərbi müqavilə imzaladıqdan sonra azadlığa buraxılmış keçmiş məhkumlardır. Rusların dediyinə görə hücumdan əvvəl onlar qonşu yaşayış məntəqəsində bir binanın zirzəmisində 4 gün ərzində yeməksiz və susuz qalıblar. Onlar saxlanıldıqdan sonra müdafiəçilərimiz əsirlərə bütün zəruri şərait və yardımı beynəlxalq humanitar hüquqa uyğun şəkildə göstəriblər.